Məncə gözlənilməyən nəticə yox idi. Hamısı gözlənilirdi. Hətta Neftçi Kəpəz oyunu, niyə görə hətta deyirəm? Yəni oyunlara baxanda oldu. Ya özü oyuna baxanda birinci oyun Neftçidə mənim yenə deyirəm şəxsi subyektiv fikrimdə açıq-aşkar üstünlüyü var idi. Amma ikinci oyun hava şəraiti də bəli, amma ikinci oyun deməzdim ki, Neftçidə belə həddindən artıq açıq-aşkar şey idi. Hava imkan vermirdi. Başa düşürəm. Oyun şey idi. Yəni orada necə Neftçi qalib gəldi, Kəpəz də qalib gələ bilərdi. Yəni bir dənə o idi mənim üçün müəmmalı. O biri cütlükdə Araz Naxçıvanın Zirəni 2-0 hesabı ilə məğlub etməsi. Gözləyirdim. Niyə? Çünki baxın da Zirə o oyuna artıq keçmişdi Araz Naxçıvanı ümumi cədvəldə. Yox. Birinci kubokdan qabaq yoxsa ikinci? Yox. İkinci oyundan sonra deyəsən. 2-0-dan qabaq Araz Naxçıvan deyəsən öndə idi, ikinci yerdə gedirdi Zirə. Nəysə sözüm onda deyil. Zirə dirəşib Araz Naxçıvana. Araz Naxçıvan sürəti azalıb, sürəti salıb aşağı əməlli başlı. Çünki 9 xallıq, 8 xallıq fərqdən əsər əlamət qalmayıb, hətta 3-cü sıraya düşüb və Araz Naxçıvan artıq başa düşüb ki, yox, mən ona görə deyirəm. Son vəziyyəti deyirsən. Yəni Araz Naxçıvan indi 3-cü yerdə gedir, 4-cü yerdə uzaq deyil. Yəni məncə kuboka bütün fikrini adına da onun kuboka yönləndirə bilər. Bütün gücünü kuboka ata bilər. Niyə görə? Çünki çempionatda çox böyük ehtimal Araz Naxçıvan Avrokuboklara qatılır. Çünki ilk dörtlük ayrılıb şeydən. Yəni necə Neftçi deyir misal üçün. Neftçi deyəndə bütün komandalar deyir ki, biz Avropaya getmək üçün kubokdan. Ən yaxın yoldur da. Ən yaxın kubok yoldur. Araz Naxçıvan da eyni sözü deyir. Sadəcə Araz Naxçıvanla həmən Neftçinin fərqi nədədir? Araz Naxçıvan bunu etmək iqtidarındadır. Çempionat ilə buna yaxın görünür. Amma yox, kubokda Araz Naxçıvan, yəni bu ilki Araz Naxçıvanla Neftçini gəlin müqayisə eləməyəydi. Araz Naxçıvan stabil oyun göstərir bütün çempionat. Araz Naxçıvanda da eniş hiss olunur, yəni qeyri-stabillik hiss olunur. Yox, orada eniş niyə görədir? Eniş nə idi? O da hücum xəttləri. Hücumla bağlı qardaş. Əsas komandanın hücumçusu məsələn zədələnib. O zədələnəndən sonra da komandaya təzə Allaşı gətirdilər. Allaş da təzədən gələn kimi düzdür, Azərbaycan çempionatında çıxış eləyib o. Söhbəti yox. Bizim çempionatımıza bələddir yəni. Baş məşqçi də yəni ona inanır. Götürüb komandaya gətirib Qəbələdən. Yəni onu da gəlib təzədən yeni komandaya adaptasiya eləmək. Sən əgər hücum mövqeyində sən başqa məsələn alternativa baxımından sən bir balaca əziyyət çəkirsənsə, yəni Machado kimisi, tutaq ki, ikinci kimsə varsa, o baxımdan məsələn hücumda nəsə problemlər yaşamaq olmazdı. Amma faktiki görsəndi ki, doğrudan da komanda indi hamı deyir, eniş var. Düzdür, çempionatda da 3-cü yerlə, Zirə ilə xal fərqi var idi, aralarında 6-8 xal fərqi var idi. Amma o da demək deyil ki, sən bayaq deyirsən ki, onsuz da ilk dörtlük düşəcək. Valla çempionat bu dəqiqə elə gedir ki, yəni heç kim deyə bilməz ki, kim düşəcək, kim düşməyəcək. O baxımdan, əminliklə demirəm, ehtimal var. Yəni. Amma o demək deyil ki, mən kubokdan məsələn tək kuboka yönəlim. Çünki kubokda da indi Qarabağla düşürlər. Qarabağda məsələn qabaqlarına məqsəd qoyub ki, həm kuboku götürəcəklər, həm də çempionatı götürəcək. Ona görə Qurban Qurbanov da deyir, futbolçular da deyir ki, idealı deyirlər ki, biz bu mövsümdə qəbul eləmək istəyir. Ona görə də mən deməyim odur ki, yəni Araz Naxçıvan kuboka yönəlim. Ona görə onsuz da düşəcək. Sən nəyə görə demək istəyirəm? Bu Araz Naxçıvan və Turan Tovuz mövsümün əvvəlindən etibarən elə performans nümayiş etdirir. Oyun və nəticə etibarilə bizi və azarkeşləri futbol ictimaiyyətini, ən xüsusda öz azarkeşlərini o qədər inandırıblar, sevindiriblər ki, bax belə eniş də olanda hamı deyir ki, gözlənilməz olur ki, Araz Naxçıvana nə oldu? Enişlə məsələn mən razılaşmıram. Mövsümün əvvəlindəki o qələbələr, o nəticələr olmasaydı, heç kim Araz Naxçıvanı da, Turan Tovuzu da belə qınamayacaqdı. Bəli, çünki mən üzr istəyirəm, bir dənə açıqlama verim sözümə. Mən enişlə bağlı bir dənə də mən demək üzr istəyirəm. Mən demirəm ki, çempionatı buraxıb kuboka yönlənirlər. Sadəcə demək istəyirdim ki, yəni kubok ən asan yoldur ki, kubokda gücü var Araz Naxçıvanın. Yəni Qarabağdır yəni. Yəni Qarabağa qarşı oynamısınız da bu ildə. Bəli. Hesablar necə olub? Gəl baxaq da. Bax. Sənin yadındadır? Mən flash skoram, yoxsa nəyəm, hər şey yadımda qalsın. Qarabağ Araz 2-0, Araz Qarabağ 1-4.
2 dəfə oynayıb. Ay sağ ol. İkisində də- İkisində də məğlub olub. Yəni Yəni hamı da bilir ən ki, azından revanş almaq istəyir. Yəni 2 oyun qalıb da. Yəni bu iki komanda ilə oynayandan sonra rahat çempionat nə olur olsun, yəni rahatlaşmaq o mənada mən deyirəm. Mən demirəm ki, Araz Naxçıvan çempionatı yəni yox, üzr istəyirəm. Sözümü kəsdim mən, üzr istəyirəm, davam elə. Yəni bu enişlə bağlı da mən fikrimi qətiləşdirmək istəyirəm. Düzdür, hamı məsələn Araz Naxçıvanın bu cür möhtəşəm çıxışını sən demiş İsmail, hamı gözü örgəşib ona ki, uçsun, necə eləyir, uduzmasın, məğlub olmasın. Yəni düzdür, axırıncı oyunlarda tutaq ki, gol vura bilmirdi 200-dür. Amma o enişlə bağlı, əgər eniş varsa necəsən? Məsələn, Zirə kimi komanda hansı ki, ikinci yerdə bu dəqiqə möhkəmləşib, 2 xalda qabaqlayır Araz Naxçıvanı. Sən Zirəni məsələn 2-0 udursan səfərdə. Səfərdə udduq ya evdə udduq. Evdə, ayısı o. Yəni 2-0 sən Zirəni udursansa, kubokda keçirsənsə əgər irəli, amma kubokda deyəsən səfərdə oynuyorduk, qaqam. Bəli, Səfərdə evdə 1-0, səfərdə 2-0. Ondan sonra da təzədən bu axırıncı tur Sabahla oyunda, çempionatın oyununda komanda 2 dəfə oyunda hesabda geri ola. Yəni adam məsələn əlini üzürsən, deyirsən ki, ona qayıdacaq, çempionata qayıdacaq. Yəni enişdən demək istəyirəm ki, yəni heç də eniş yoxdur. Araz Naxçıvanın kubok yarışındakı belə deyək, Qarabağa rəqib olması çox çətindir. Yəni bölgə təmsilçisi. Çətin olacaq, amma yenə də bu futbol çıxacaqlar, oynayacaq, komanda cırışacaq. Derbisi, Bakı derbisi haqqında nə demək olar kubok maçında? Yəni kubok oyunu bilirsiniz necədir? Kubok ümumiyyətcə çempionatdan tam fərqlidir. Əlbəttə, yanaşma da fərqlidir. Sən ikili oyunlara köklənirsən. Ay sağ ol. Çünki yenə də həmin hamı da anlayır, bilir ki, bu kubok oyunu cəmi 6 oyundan ibarətdir və sən bu 6 oyunu əgər 6-sında 3 oyun. Artıq bundan sonra yəni indi gəlib 3 oyunun qalıb sənin. 2 dənə yarım final oyunu, bir dənə də final. Bəli. Yəni orada sən komandanın durumu, komandanın zədəlisi və yaxud da nəyi, o birisi, bu birisi o qədər bütün o xırda detallar, problemləri hamısını sən qoyursan qırağa və köklənirsən bir dənə favorit gördüyünüz var. İstər istəməz. O Sabah da yaxşıdır, Neftçi də yaxşıdır. Amma məsələn fikirləşsən ki, Neftçi Qarabağı 70-30% nisbəti ilə Araz Naxçıvanla favorit hesab eləmək olarsa, mən 70-30-a deyərəm. Mən 55-in 45-ə fikirləşirəm, bəli. Mən 70-in 30-a. Mən sənə deyim, yəni çox çətin olar. Favoriti kimi mən Qarabağı 70-in 30-a. Qardaş, mən məsələn Araz Naxçıvan komandası hamı deyəcək indi öz komandası. Yox, indi orada işləyirsən, o başqa. O futbol baxımından, yəni Qarabağ üçün bildiyin çətin olacaq yəni. 60. Sən deyirsən 70-in 30-a. 60-40-a mən 70-30 deyirəm. Mən də deyirəm 55-45-ə. Yəni 60-40 mənim aləmdə bir sənnədir. Araz çox böyük ehtimal məğlub olacaq, amma bir top fərqlə belə. Yəni çətin olacaq qardaş. Bəs Neftçi Sabahda. Neftçi Sabahda. Neftçi Sabahda məncə penaltilərə gedəcək. Hətta penaltilər düşünür. Penalti deyəndə ki, ola bilər oyun gedə-gedə 2 dənə 3 dənə penalti vursunlar oyun içində. Yəni onu nəzərdə tutursansa, razıyam. Bilmirəm penalti. Mənim üçün çətindir burada bu cütdə nəsə bir şey demək. Düzdür, indi çempionatda qayıdacaq Neftçi Kəpəzə məğlub olmağa. Amma o demək deyil. 55-45-ə Neftçiyə deyərəm mən burada, yəni. Vallahi yenə deyirəm. Sinə deyərdim. Çünki Neftçi son zamanlar valla başa düşmürəm Neftçidə nə baş verir. İndi o çempionat oyununun kubokdan qatma. Gələcək təbii ki, onlar fərqli şeylərdir. Çempionat oyununda da məğlubiyyət. Kubok oyununda da şeydir də, Kəpəzə qarşı ikinci oyun. Yarım metr dizə qədər qar yağıb. O hava şəraiti bildiyin 2 dənə fərqli ustalıq səviyyəsi olaraq fərqli komandalar bir-birindən oynayırsa. Oyunu deyirsən, kubokun bəli. Hava şəraiti onu imkan vermir. Bax 1-0 uddular kubokda. Kəpəzi. Qar, meydan, sən həmlə deyərdin də oyundan qabaqçı tutaq.